Əyyub 42-ci fəsil. O vaxt Əyyub Rəbbə belə cavab verdi: Bilirəm, sən hər şeyə qadirsən. Sənin istəyinin qarşısı alınmaz. Soruşdun, məsləhəti savadsızcasına örtbasır eləyən bu kimdir? Doğrudan da bilmədiyim şeylərdən, əlim çatmadığı heyrətamiz işlərdən danışdım. Dedin, indi qulaq as, mən danışacağam. Sual verəcəyəm, mənə cavab ver. Qulaqlarıma sorağın çatmışdı. İndi isə səni gözlərimlə görürəm. Ona görə özümdən zəhləm gedir. Torpağın, külün içində tövbə eləyirəm. Nəticə. Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: Sənə və iki dostuna qarşı qəzəbdən alışıb yandım. Çünki siz qulum Əyyub kimi mənim haqqımda doğru olanı demədiniz. İndi özünüz üçün 7 buğa və 7 qoç alıb, qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim eləyin. Qulum Əyyub sizin üçün dua eləsin. Mən də onun duasını qəbul eləyib, sizlə axmaqlığınıza görə rəftar eləməyəcəyəm. Çünki siz, qulum Əyyub kimi mənim haqqımda doğru olanı demədiniz. Beləcə, Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl elədi. Rəbb də Əyyubun duasını qəbul elədi. Əyyub dostları üçün dua eləyəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqki malından da 2 qat artıq var-dövlət verdi. Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dostanışları yanına gəlib, evində ondan çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi. Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli elədi. Onun 14.000 qoyunu, 6.000 dəvəsi, 1000 cüt öküzü və 1000 eşşəyi var idi. Əyyubun 7 oğlu, 3 qızı oldu. İlk qızının adını Yemima, ikincisinin adını Gesiya, üçüncüsünün adını Geren Habbuk qoydu. Ölkənin heç bir yerində Əyyubun qızları kimi gözəl qızlar yox idi. Əyyub onlara da qardaşları ilə yanaşı miras verdi. Bundan sonra Əyyub 140 il yaşadı və 4 nəsil övladlarını gördü. O, qocalıb yaşa dolaraq öldü.